Dostlar, herkese salam. Sizinle mən Nuray. Saçlarıma baxmayın, yəni saçlarımı qurutmamışam hələ. İndi çimdim, yəni saçımı yudum. Sizə bir şad xəbərim var. Bir neçə gündən sonra gedirik tətilə. Alqışlayın ha. Neyse. İndi isə mən sizinlə elə bir çox pozitiv başladım bu videonu, neysə. İndi isə mən sizinlə makyaj elə bir çantamı hazırlayacağım. Bu mənim makyaj çantam deyil, düzdür, amma makyaj çantamdır. Bir neçə günlük mən bunun içinə, yəni bildiyiniz qələm qabı, qələmlər yığırdım. İndi isə mən başlayıram sizinlə bu makyaj çantanın içinə bütün makyaj və lacimatlarımı qoymağa. Yəni alqışlar. Yəni başlayırıq. O qədər də makyaj çanta deməyək. Elə bir İçinə bakım əşyalarımı qoyacağam. Amma bir neçə dənəsini bacımdan oğurlayacağam. İnşallah bacım bu videonu görməz. Ona görə gəlin başlayaq. Dostlarım, civcivlərim və mənim minnoşlarım, siz mənim üzümü görə bilməyəcəksiniz. Yəni ona görə mən belə duracağam ki, siz mənim üzümü görə biləsiniz. Və əşyaları belə qoyacağam. Yəni əşyalar inşallah yəni mən sizə göstərərəm əşyaları. Ona görə biraz mən qaldırım, belə qaldırım, belə. Aha, çox gözəl, yaxşı qaldırdım. Yəni başlayırıq. Birinci mən elə bir öz lip glosslarımı qoyacağım. Belə 3 dənə lip glosslarım var. Biri o birisi vlogdakı kimi dediyim bu yaşıl olsa da qırmızı eləyir. Belə avokadolu. Elə adı üstündə Magic Lips. Elə bir sirli. Sir deməyək. Belə abrakadabra nə deyirlər? Yəni başa düşdünüz. Belə avokadolu çox gözəl. Qutarmışam. Belə bir şey. Qoyuruq öz makyaj çantamıza. Sonra belə bir lip balmım var. Eveline Cosmetics'dən. Fruity Smoothie. Belə peach şaftalı dadında və iyisində çox gözəl iyisi və dadı var. Çox gözəl, yəni bayılıram. Bu da peach şaftalıdır. Çox gözəl iyisi və çox gözəl bir materialı var, belə deyək. Teksturası və aromatı var. Çox gözəl aromatdır, yəni tövsiyə edirəm. Sonra bismillah, əlimizə belə bir duxu gəlir, hansı ki buradan doldurmaq və buradan isə fıs-fıs eləmək olar. Yəni çox gözəl iyi gəlir. Ona görə bunu da qoyuram. Bu mənə mütləq lazımdır. Bunsuz mən yaşaya bilmirəm. Yəni belə. Sıradakı məndə gəlir belə bir balaca tuş. Amma çox balacadır. Elə bir balaca olmağına balacadır. Amma şotkası çox böyükdür, yəni. Böyük kipriklər üçündür. Amma o qədər də mənim kipriğim böyük deyil deyə bacımdan oğurladım. Təbii ki də az vuracağım. Neyse. Neyse. İndi isə sizə şampunlarımı göstərdim. Sizin də deyəcəksiniz bu şampuna nə olub, bu xarab olub, nə olub buna. Yox, içində krem var. Yəni bədən şampunudur bu. İçində krem var. Əslində bu bədən şampunu deyil, bu saç şampunudur, uşaqlar üçündür. Yəni gözü elə bir nətər deyim, gözü yandırmayan bir şeydir. Amma bu saç şampunun içində kondisioner var deyə mənim saçlarımı cod eləyir.
Ona görə mən bunu bədən şampunu kimi istifadə edirəm. Amma biraz içində krem qalıb. O da heç nə olmaz. Bədənim hakraz qurudu. Nəmləndirər. Nəmləşdirirlər. Başa düşdünüz? Bu da mənim saç şampunum. İpək. Yəni kim istifadə edirsə like qoyun və abunə olun. Çünki ipək saçı elə bir yumuşaldır və daha da belə saçım yağlıdır onsuz da. Amma yumuşaldan şampunlar həmişə saçları yağlı eləyirlər. Ona görə mən başa düşmürəm. Niyə belə eləyiblər? Yəni. Sıradakı bizdə gəlir belə bir sabun, quru sabundur. Yəni, məsəl üçün bir yerə getdik, rayonda, yəni tətildə. Bir yerə getdik, orada sabun yoxdur və yaxud da elə belə adi suda əllərimizi yumaq istəyirik. Yəni, lazımdır. Gəlir belə bir laklar, çox gözəl laklar gəlir belə. Neysə, çox gözəldir. Biri bir yaşıl saçlı bir lol bəbədə. Əslində bunların kuklaları satılır, yəni bunların rezinləri də var məndə. Elə bir. Bu kukladır. Neysə. Bunlar oyuncağıydılar. Bunların lak kolleksiyonları, makyaj kolleksiyonlarını çıxardıblar. Yəni, belə deyim. Uşaqlara nə belə, nə deyim, nətər deyim, nə belə zərərli varsa hamısını çıxardırlar. Maşallah. Güya mən onlardan istifadə eləmirəm. Neyse. Sıradakı gəlir belə bir Yves Rocher'dən belə mango iyili, dadlı bir krem. Əslində bunun içindəki kremi mən hamısını istifadə eləmişəm deyə anam sağ olsun mamamdan götürdüm kremi və şpriçlə içinə soxdum. Belə soxdum. İndi isə biraz dərimizi nəmləşdirmək lazımdır. Belə. Belə çox gözəl bir teksturası var. Yəni fiqurlu çıxır. Yəni hətta içində mənim vurduğum krem bədən kremidir. Hər yerə vura bilərsiniz. Yəni belə. Siz də belə fiqurlu bir krem alın. İçindəkini istifadə edin, qutarsın və içinə krem qoya bilərsiniz. Belə. Ekonomik qızıq biz. Belə bir makyaj eləyəndə, makyaj deyəndə, bakım eləyəndə bir zakolkamı götürdüm. Amma əslində abadokum var. Amma yenə də bunu götürdüm ki, saçlarım, nə bilim, balaca burada sarılarım var. Onlar mənə narahat eləyəndə bir dənəsini qoyum. Uçsunlar arxaya. Neysə. Bu da mənim güzgümdür belə. Hardadır kamera? Salam. Burada siz o. Çox gözəl panorama oldu belə. İçdən içə, içdən içə. Uydu, çox gözəldir. Tiki tiki, tiki tiki. Neysə, belə güzgü var. Elə bir yerə gedəndə, güzgü tapmayanda həmişə köməkdədir çiyələkli güzgün. Və beləliklə mənim hər şeyim hazırdır. Və belə. Çox gözəl oldu. Belə. Bunu mən çimadanın elə bir yanına da asa bilərəm, içinə də qoya bilərəm, yəni belə. Və yaxud da əlimdə də apara bilərəm. Belə. Çox gözəl bir penalım var. Belə. Neysə, mən indi sizə sağollaşmalıyam. Amma çox gözəl oldu belə bir makyaj çantası. Ona görə oy Allah, içində bir şey qırılsaydı mənim günahımdır. Neysə. Makyaj çantası mənimdir. Ona görə mən bilərəm neyim və nə varım. Ona görə hər kəsə sağ olun. Siz çox sağ olun ki, siz bu videoya baxdınız. Əgər siz bu videoya like-sız baxdınızsa, küsərəm sizdən. Like qoyun, abunə olun, sonra sizə öpürəm. Hər kəsə sağ olun. Görüşmək üzərə. Abunə olun ha, yoxsa küsərəm. Neysə, zarafat idi. Sağ olun.